və bədii qiraətçi Elgün müəllimə veririk. Gözəl qiraət şeirlər deyib. Həqiqətən sosial şəbəkədə paylaşır bu şeirləri. Mövzu seçimində, şeir seçimində hiss edirsən ki, məsuliyyət. Deməli, əvvəllər maariflənəndə qəzetlərdən, televiziyadan maariflənirdi, məlumat öyrənirdi. Təbii ki, indi etiraf eləməliyik ki, acı da olsa, bugün bizim məlumat mənbəyimiz sosial şəbəkələrdir, müəyyən saytlardır. Bu etiraf eləməliyik. Bütün ailədə var, uşaqlar var. Yəni, bu televiziya kanallarındır, bu qəzetlərdir. Ancaq bütün özümüz də aktiv şey elə, bütün məlumatları hansısa saytdan öyrənək. Bugün Ana Kürəbədi Ədəbi Məclisinin tanıtımı mən dərinlikli səviyyədə olub ki, bugünkü burada müzakirələr getdi. Bu müzakirə nədir? Bu bugünkü müzakirələrimiz olan səbəbi ki, deməli biz bugün aktiv bu Ana Kürəbədi Ədəbi Məclisini tanıtmağa bacarmışıq. Bizim uğurumuzdur ki, bu tədbir ilk dəfə burada 5 nəfər, 3 nəfər, səhəri ondan sonra 10 nəfər, İnşallah keçən dəfə Həsən Kürü tədbirində 100-ə yaxın insan iştirak elədi. Bu gündəki bütün maşallah rayonumuzun ziyarları, şairləri, gənc şairləridir. Təbii ki biz sevindik. Biz sələnli yox da, açıq danışın da. Biz nə qədər gənclərimiz uğur qazananda biz sevinirik. Kim nə dediyini açsan telefonu görsən ki, Səlyan adı gələndə bir anlıq bir anlıq da. Bunu etiraf eləməliyik də. Deyənlik görə nədir, nə var orada? Açıq danışın, həmişə Səlyan adı istəmiş ki, yaxşı mənada hallansın, yaxşı mənada tanınsın, gənclərimiz tanınsın, gənclərimiz inşallah başqa bir sahələrdə atlar hallanmasın, uğurlarını eşitəyin. Bu günlər sənəmizin daha böyük ziyarlarımız olub da. Əli Bəy Hüseynzadəmiz olub, Həsən Məmmədov olub. Bu günləri Aslan İlyas olub. Adı gələndə hamısı fəxr edir. Deməli, mən istəyirəm ki, arzu edirəm ki, bizim gənclərimiz də, bizim şairlərimiz də bizim tanışsınlar, sələmimizin fəxri olsunlar. Firdevs müəllim, ilk öncə sizə təşəkkür edirəm. Sevdə xanım, xüsusi təşəkkür edirəm sizə də. Hər bizə təşəkkür edirəm. Çox sağ olun. Biz də sevinirik, bizim də olun. Allah köməkli olsun. Çox sağ olun.